CBC FM-də həftə ərzində ölkədə və dünyada baş verən əsas hadisələri, həftənin ən aktual mövzularını təhlil etmək üçün studiyada mənəm, Sıravi İsmail Yaşaroğlu. Novruz bayramınız mübarək. Bəli, Novruzun gəlişindən sonra ilk efirimizdir və təsadüfi deyil ki, Novruzun gəlişi bu il Azərbaycanda və ümumiyyətlə Türk dünyasında fərqli qeyd olundu. Fərqliliyi nə idi sualının cavabını bizə siyasi şərhçi Toğrul Allahverdi verəcək. Toğrul bəy, xoş gəlmisiniz. Hoş gördük. Yeni iliniz, yeni günümüz, bahar bayramımız mübarək olsun. Bütün soydaşlarımızı, dünyanın istənilən nöqtəsində yaşayan hər bir Azərbaycanlı soydaşımızı baharın gəlişi münasibətilə təbrik edirəm. Allah xalqımıza, millətimizə ancaq sülh qismət eləsin. Çünki sülh olanda, barış olanda və egemenlik olanda ancaq bizim xalqımız xoşbəxt olur və necə ki biz bunu artıq 5-ci ildir ki Novruzu tam fərqli qeyd edirik. Bu il isə tam fərqli qeyd edirik. Çünki zəfərimizin də artıq 5-ci ilidir və bu illəri Müzəffər Ali Başkomandan cənab prezident İlham Əliyev də xalqımızı təbrik edərkən ərazi bütövlüyümüzün tamamına toxundu. Xalqımızı işğaldan azad olunmuş, bugün dirçəlməkdə olan ərazilərdən təbrik etdi. Tonqal qalada olan ərazilərdə çərşənbələrimizdə, Xankəndində bayram tonqalları qalandı, Xocalıda bayram tonqalları qalandı və sizin sözünüzə qüvvət, bir video sujetinizə demişdiniz ki, Xocalıda qalanan tonqallar həm də orada şəhid olan bizim bacı və qardaşlarımızın ruhlarının şad olmasının əlamətidir. Azərbaycan prezidenti artıq silsilə xarakter alıb 44 günlük vətən müharibəsindən sonra əlamətdar günlər, strateji günlərdə, bayram günlərində Qarabağ torpaqlarına qədəmlərini qoyur və orada Qarabağa köçən, qayıdan Azərbaycanlılarla birlikdə o bayramları qeyd eləyir. Bu ildə Novruz bayramını və Novruz günlərini prezident və ailəsi Qarabağda qeyd etdilər. Azərbaycan prezidentinin hər dəfə Novruz tonqalını, artıq 5-ci dəfə Novruz tonqalını Qarabağda qalaması kimləri isidir, kimləri yandırır? Kimlərəsə də od vurur. Bəli. Belə deyək. Bəli, cənab prezident bu bayramları, xüsusən əlamətdar günləri işğaldan azad olmuş ərazilərdə qeyd edərkən onun simasında olan xoşbəxtçiliyi dostlarımızı sevindirir, düşmənlərimizə od vurur. Bilirsiniz necədir? Azərbaycan daima imperialist qüvvələrin maraq dairəsində olan bir dövlətdir. Qonşularımızda imperialist qüvvələr var. Xüsusən Rusiya, İran faktoru ortada var. Erməniləri təbii ki deməyə dəyməz. Ermənilər bizim üçün hədəf deyil. Ermənistan bizim üçün hədəf deyil. Təbii ki. Ermənistanın ağa babaları var bu ərazilərdə və şükürlər olsun ki illər sonra Qafqazda artıq Rus faktoru öz gücünü itirir. Artıq Qafqazda bir Azərbaycan faktoru var. Cənubi Qafqazın idarə edən dövlətlərdən biri yox. İdarə edən dövlət. Cənubi Qafqaz Azərbaycandan sonra. Azərbaycandan sonra, bəli, Azərbaycan Qərbi Qafqazda sülhün, barışın qarantisidir. Bunu heç kəs ala bilməz və Müzəffər Ali Başkomandan hətta bütün siyasi mesajlarını həmin ərazilərdən verməsi bu öz-özlüyündə bəzi düşmən qüvvələri qorxuya salır. Ancaq bir keçmiş yaxın gələcək tarixə belə də nəzər salsaq, Pakistanın baş naziri bir neçə gün bundan öncə ayda tamam oldu bir səfər edəmizə. Azərbaycanın rəsmi səfərə gələrkən hava şəraiti əlaqədar Qarabağa gedə bilmədi və orada gözəl bir söz ki, mənim ən böyük arzum Qarabağa girməkdir. Bu bilirsiniz nə deməkdir? Bir atom dövlətinin, bir dünyanın aparıcı dövlətinin, böyük dövlətinin baş naziri paytaxt Bakıya gəlir, rəsmi Bakıya gəlir və təəssüf sizinlə qeyd edir ki, hava şəraiti əlverişsiz olduğu üçün mən Qarabağa girə bilmədim, amma mütləq Qarabağa girəcəm. Artıq Qarabağ həm də bir siyasi məkana çevrilir. Həm də Qarabağ bir öhdəlikdir. Öhdəlikdir və bir İslam torpağından əlavə bir Türk dünyasına açılan bir qapı oldu Qarabağ. Qarabağ işğal olan zamanları nəzər saldıqda heç bir Türk dövləti Novruzu az öncəki söhbətimizə qaydanda bir ürəklə qeyd eləmirdi. Bəli. Hətta sevindirici haldır ki, bu illəri Türkiyədə illərlə qadağa qoyulan Novruz
illərlə qadağan olunan Novruz. Novruzu qeyd edən azsaylı xalqları türklərdə hətta qoymurlar Novruzu qeyd eləsinlər. Bu illəri Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Erdoğan Novruz tonqalı qalır. Bu bilirsiniz nədir? Həm də İlham Əliyev türk dövlətlərinin rəhbərlərinə bir örnəkdir. Hətta İlham Əliyevi türk dövlətlərinin başçıları bir təkrarlamağa çalışırlar. İlham Əliyevdən öyrənirlər. Bu öz-özlüyü bir sevindirici ki, qardaş dövlətimizin prezidenti də artıq baxır görür ki, bir türk xəttinə girmək lazımdır, türkçülük yolunu tutmaq lazımdır. Türk dünyasından, türkçülükdən, türklərdən danışmışkən bu sualı verməsəm düzgün olmaz. Yerinə düşmüşkən qardaş ölkə, bir misal var Toğrul bəy, ümumiyyətlə Azərbaycan cəmiyyətində doğma bildiyimiz insanlara qarşı bunu istifadə edirik. Şəxslərə, məkanlara və yerlərə qarşı uman yerdən yüksəllər. Sanki bir küskünlük yarandı. Siz mən qabaqladınız bu mövzuda. Türkiyə-Ermənistan sərhədinin bir buraxılış məntəqəsinin 10 günlük açılması məsələsi və bu məsələ ətrafında Azərbaycan tərəfindən haqlı olaraq həm təəssüf hissi, həm təəccüb hissi, Türkiyə rəsmilərinin hələ ki bu barədə heç bir rəsmi açıqlama verməməsi, Ermənistan mediasında bu barədə ətraflı şərhlərin getməsi nə baş verir? Ümumiyyətlə Türkiyə-Ermənistan yaxınlaşması son aylara nəzər salanda bu nəyin yaxınlığıdır? Ermənistan fərqində deyilmi Türkiyənin yanını istəyirsə Azərbaycanın dəhlizindən boylanmalıdır? Zaten elə də olacaq. Qeyri-şərtsiz. Belədir, Azərbaycanın diktəsi olmadan, Azərbaycan iradəsi olmadan Ermənistan Türkiyəyə yaxınlaşması mümkün deyil. Bu bir. Mən bunu siyasi cəhətdən deyim. Türkiyəyə investisiya qoyan ən böyük dövlətlərdən biri Azərbaycandır. Bəli. Bəlkə də birinci Azərbaycandır. Azərbaycanın Türkiyədə yetərincə iqtisadi Türkiyə maraqları var və Azərbaycan Türkiyənin iqtisadi maraqlarını təmin edən dövlətlərdəndir. Qardaşlığı qoyuram kənara. Azərbaycan Türkiyədə yetərincə söz sahibidir. Xüsusən burada SOCAR faktorunu ortaya gətirir. Bu iki. Qardaşlıq, dostluq, hər şey öz yerində. Türkiyə təbii ki, iqtisadi maraqlar da var ortada. Bəzi məsələlərə gəldikdə isə hər dövlətin öz maraqları var. Təbii ki, bu məsələdə mən gətirəm İsrail-Azərbaycan münasibətlərini, Türkiyə ilə İsrailin münasibətləri bəlli məsələdir, amma Azərbaycan buna rəğmən Türkiyə-İsraillə yetərincə dostluq, əməkdaşlıq münasibətlərini davam etdirir və davam etdirməyə məcburdur və davam etməyə borclu yox. Çünki bu bizim öz dövlətimizdir, biz müstəqil dövlətik. Türkiyə isə Ermənistan münasibətə tam fərqli bir kontekstdə baxmalıyıq. Bəzi türk tamaşaçıları bizim İsraillə münasibətlərimizi tam fərqli bir kontekstdə çıxarırdılar. Bu tam ayrı münasibətdir. Ermənistan-Türkiyə münasibəti müqayisə olunmur. Biz Azərbaycanlı olduğumuza görə Xocalda qətl olunmamışıq. Biz Azərbaycanlı olduğumuza görə 1918-ci ildə Şamaxıda, Qubada və digər ərazilərdə qətl olunmamışıq, soyqırma məruz qalmışıq. Biz türk olduğumuza görə bu soyqırmana məruz qalmışıq və sözdə erməni soyqırımı deyilən 1915-ci ildə baş verən o qondarma ermənilərin dediyi soyqırımı Türkiyəyə ittiham edirlər, Türkiyəyə şər iftira atırlar və biz o soyqırımın davamının, sözdə soyqırımın davamının qisasını alıblar bizdən. Bizim torpaqlarımızın işğal olunması da türk olduğumuza görə olub. Bizim soyqırma məruz qalmağımızda türk olduğumuza görə olub. Türk faktoru. Türk faktoru var ortada. Türkiyə bunları nəzərə almalıdır. Necə ki Türkiyə Qarabağ işğalda olunanda sərhədlərini bağladı. Türkiyə prezidenti hörmətli Rəcəb Tayyip Erdoğan dəfələrlə açıqlama verib ki, Qarabağ faktoru həll olunmayacaq, Türkiyə sərhədləri açılmayacaq. Mən ümidvaram ki, Türkiyə prezidenti verdiyi bütün sözlərin üstündə durub, bunun üzərində duracaq. Amma bu günləri Suriya faktorunu ortaya atıp bir neçə günlüyə sərhədi açmaq təəccüb doğurur bizdə. Tamam, okey, olsun. Amma siz bunu Azərbaycan Xaricdə Nazirə bir məsləhətləşmə edərsiniz, ən azı etika xətirinə. Ən azı xəbər verə bilər. Ən azı etika xətirinə xəbər verərdiniz ki, biz bu işi görürük. Azərbaycan dövləti üçün sürpriz olmazdı. Bilirsiniz necədir? Bir məsəl var, deyir, söz yarası xəncər yarasından ağır olur. Biz sürpriz məsələləri öyrəşməmişik qardaş tərəfindən. Çünki biz qardaşıq. Necə ki, dəfələrlə iki prezident, dəfələrlə çıxışında da hər iki dövlətimizin prezidenti çıxışında deyiblər ki, Türkiyə, Azərbaycan xarici siyasətində məsləhətləşmələr aparır. Hanı bu məsləhətləşmələr? Niyə olmadı bu məsləhətləşmələr? Bu bizdə təəccüb doğurur. Amma qardaş arasında ümidçilik olmaz. Bir məsələni istəyirəm aydınlaşdıraq, məsələyə daha qlobal yanarsaq. Baxın, biz sizinlə də dəfələrlə bu studiyada da müzakirələrimizdə Birləşmiş Ştatların bütün bu proseslərdəki rolundan danışmışıq. Biden administrasiyasının anti-milli, sırf Türk dünyasına qarşı olan mövqeyi çalışırdı ki, Türk dünyasında olan ölkələri bir-birinə qarşı münasibətlərini soysun. Bugün Biden administrasiyası yoxdur. Trump administrasiyası amma var. əkdiyi
toxumlar becərir də. O toxumlara istəyirəm toxumaq. Sanki Türkiyənin daxilindəki bəlli bir qüvvələr bu prosesin arxasında durur. Təbii ki, təbii ki. Çünki Türkiyə tərəfindən ən üzücü məsələlər odur ki, Türkiyə xarici siyasətində olan bəzi şəxslər, səfirlər olsun, xarici siyasət idarəsində olan şəxslər olsun, çoxu diplomat deyil, bürokratlardır. Bürokratların xarici siyasətlə məşğul olması, siyasətçilərin xarici siyasətlə məşğul olması, diplomatların yox, belə nəticələrə gətirib çıxardır. Amma düşünürəm ki, Türkiyə Azərbaycan arasında bundan da ağır məsələlər olub. Bu məsəl üçün mənim zənnimcə bu heç də iki qardaş xalqı bir-birinə küsürəcək məsələyə gəlib çıxmamalıdır. Amma bunu bu kontekstdə təqdim edənlər də təqdim edənlər var. Təbii ki, Türkiyədə də belə şeylər var, Azərbaycanda da var. Türk düşmanları var ortalıqda ki, Türkiyədə bir hansısa kəsim Azərbaycan əleyhinə bir söz deyər kimi bunu bir Azərbaycanda şoya çevirirlər, Azərbaycanda bəzi mətbu orqanlar bunu bir skandala çevirirlər, bir Türk düşmançılığı hisslərindən cöcəri çıxır, simaları çıxır. Türkiyədə də bu var ki, Azərbaycan bir iş görərkən Müzəffər Ali Başkomandan cənab prezident bu gün Fələstində məktəb tikdirir. Azərbaycan Fələstin üçün yardım fonduna, yığılan iyanə fonduna dəfələrlə iyanə edib. Qüdsün İsrailin paytaxtı olmasına ən çox etiraz edənlərdən biri İlham Əliyev olub, amma bu günləri Türkiyə mediasında o molla mediası var, onların bəzən bir radikal mediası var, dindar da deməzdim onlara. Küçə sorğuları ilə məşhurlaşan bəzi o adları da çəkib adam reklam eləmək istəmir, ifadə eləmək istəmir, kişə demək istəmir. Onlar dəfələrlə Azərbaycan prezidenti ən ağır təhqirlərlə müraciət ifadələr işlədiblər. Azərbaycan dövlətçiliyinə, Azərbaycan prezidentinə, Azərbaycan xalqına bizi Türk olmamaqda ittiham ediblər. Və yəni minlər olub Türkiyədə də olub, Azərbaycanda da var. Onlar əvvəl də olublar, bu gün də var, sabah da olacaqlar. Amma onlara qarşı mübarizə aparmaq, bizim babalarımız aparıb onlara qarşı mübarizəni. Bu gün bizə aparır, sabah da bizim övladlarımız o Türk düşmənçiliyə qarşı mübarizə aparacaqlar. Mənim xahişim izləyicilərimizdən də, dinləyicilərimizdən də, həmkarlarımızdan da budur ki, tamam, mən də az öncə Türkiyənin bu mövqeyinə təəssüfləndiyimi qeyd elədim. Gözləməzdim Türkiyədən, təəssüfsüylə qeyd edirəm. Amma burada Türkiyə dövlətinin üzərinə girmək aşırı dərəcədə, ifrat dərəcədə kin qusmaq Türkiyəyə düzgün deyil və bu qardaşlığı, bu kiçik məsələlər heç vaxt sarsıda bilməz. Türkiyədə hakimiyyətlər dəyişər. Türkiyədə kimsə gələr, kimsə gedər. Tamam. Bugün Erdoğan hakimiyyəti Azərbaycan üçün ən ideal müqavilələrə imza atıb, ən ideal münasibətlər olub. Türkiyə-Azərbaycan qardaşlığı ümumi liderin dediyi bir millət, iki dövlət fəlsəfəsi sözdən İlham Əliyevin Erdoğanın dövründə sözdən əmələ keçdi. Bunları danmaq olmaz. Amma ki, bugün iqtidarda olan bəzi adamların kiçik səhvlərindən ötürü Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq yol verilməzdi. Qəti surətdə bu şeylərə girmək olmaz. Bu bizim iki xalq arasında difaq toxumu səpbəyənlərin qarşısında biz durmalıyıq. Türkiyədən danışmışkən istəyirəm Türkiyədə son bir neçə gün, hətta artıq bir həftə yaxın dövr ərzində gedən daxili prosesləri də şərh eləyək. Amma mənim şəxsən mövqeyim bu məsələdə Türkiyə bizim qardaş ölkəmizdir. Ev olaraq baxsaq, bugün bizim evimiz, öz evimizin daxilində gedən proseslər, onun içindəki işlər heç bir kənar şəxslərə aid deyil. Hər kəsin öz daxili işi onun özünə aiddir və heç kəsin daxili işinə qarışmamalıdır. Türkiyə bizim evimizdir. Türkiyə bizim evimiz olduğuna görə biz danışa bilərik. Türkiyənin daxilində gedən prosesləri şərh eləsəz, istər Əkrəm İmamoğlu'nun saxlanılması, həbsi ilə bağlı məsələlər, CHP-nin, Cumhuriyyət Xalq Partisinin küçələrə çağırış etməsi, insanların etirazları, AK Partinin, Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının çıxışları. Ümumiyyətlə, proseslərə baxanda ağlınıza nə gəlir? İlk düşündüyünüz nədir? Nə baş verir və niyə baş verir? Türkiyədə baş verən hadisələrə qiymət vermək bizim həddimiz deyil. Nəyə görə? İç hadisələr olduğuna görə siz az öncə qeyd etdiniz. Daxili işini qardaş dövləti və daxili işlərlə biz qarışmırıq. Çünki biz ayrı bir dövləti vətəndaşıyıq. Amma cənab prezidentin də söylediyi kimi bizim bir ailəmiz var, bir evimiz var. O da Türk dünyasıdır, bizim Türk evimizdir. Ona görə də Türkiyədə bu evin böyük qardaşlarından biri olduğu kimi bizim də haqqımız ki, qardaşımız haqqında bir söz deyək. Mən istəməzdim Türkiyədə bu hadisələr baş versin. Türkiyə demokratik bir dövlətdir. Türkiyə bir dünyayı demokrat edərsin dövlətdir. Türkiyə 15 Temmuz kimi bir xalqın iradəsi ilə
darbəni, çevrilişi qarşısını alan bir dövlətdir. Erdoğan dünyada sevilen, tek öz ölkəsində deyil, bütün İslam və dünya çaplı liderdir. Dünya seviyesinde sevilen bir liderdir, dünya çaplı lider ve məzlumların sevdiği bir liderdir. Amma bugün Əkrəm İmamoğlu kimi kiçik ranglı, Erdoğan'ın yanında çok kiçik ranglı bir belediye sədrinin bu səviyyədə şoyla götürülməsi, həbs olunması məndə təəssüf doğurur. Nəyə görə təəssüf doğurur? Təbii ki, bu qədər bunu qloballaşdırmağa məncə Türk xalqı gərək duymamalıdır. Bir belediye sədridir, iddialar var ortada, ittihamlar var ortada. İttihamlara cavab verməlidir. Çox təəssüflər olsun ki, cavab vermir ittihamlara məhkəmədə. Məncə burada Türkiyənin həm də sabitliyinə söz gedir. Həm də burada çox böyük həbslər var. Yəni bir nəfərin həbsi deyil, 100-dən çox insanın həbs olunması. Sanki provokasiya çəkmək istəyirlər. Polis vətəndaşı qarşı-qarşıya qoymaq. Türk polisi Türk xalqının hər zaman qürur mənbəyi olub. Bəli. Türk əskəri Türk xalqının hər zaman and yeri olub. Mən düşünmürəm ki, Türk xalqı öz polisinə dəyənək atacaq, Türk polisi öz xalqına biber qazı sıxacaq. Amma onların içində polisi provokasiya çəkən provokatorlar var, təxribatçılar var, sifarişçilər var. Bu sifarişçilər də bəlli məsələdir ki, qərbin maşası olan şəxslərdir. Məncə bu məsələyə bundan artıq şərh verməyə dəyməz. Çünki necə ki Türkiyədə bəzən bizim haqqımızda daxili işlərimizə qarışan siyasətçilərə biz cavabını veririk. Bizim xoşumuza gəlmir, çünki bizim ailə işlərimizə qarışırlarsa xoşumuza gəlmir. Biz də onların ailə işinə qarışmayaq. Çünki bu Türkiyənin qlobal siyasəti deyil, prezident seçkiləri deyil, prezidentdən gedmir söhbət, hansısa siyasi gücdən gedmir söhbət, partiya sədrindən gedmir söhbət. Sadəcə bir şəhərin belediye sədrindən gedir söhbət. Allah qapısı açsın deyə günah yoxdursa, günahı varsa Türk ədalətinə güvəndirir ki, cəzalandıracaq. Türk məhkəməsinin ədaləti, Türk məhkəmələrinin ədaləti hər zaman ədalətli olub. Biz nümunə olub dünyaya. Məncə bunu zamana bırakmaq lazımdır. Demək ki, qonşu dövlətin prezidentinin də bir bildiyi var, polisinin də bir bildiyi var, bizim bilmədiyimiz şeylər var. Məncə bu məsələdə Azərbaycan mətbuatı, Azərbaycan siyasətçiləri, Azərbaycan vətəndaş cəmiyyəti və xüsusən də sosial şəbəkə qəhrəmanları dırnaq arasında biraz ehtiyatlı davransaq daha yaxşı olar. Tolu bəy, az əvvəl qeyd edəriz ki, Türkiyə bizim evimizdir və bu evi Azərbaycan və Türkiyə bir ev olaraq kontekstində yanaşsaq, bu evi bir dəhliz ayırır. Bu dəhliz nə vaxt açılacaq? Ümumiyyətlə dəhlizlə bağlı Vətən müharibəsindən sonra müxtəlif fikirlər, müxtəlif şərhlər, kütləvi informasiya vasitələrində səsləndirilib. İndiki reallığa baxdıqda sanki Zəngəzur dəhlizinin açılması an məsələsidir kimi görünür. Səhv mi görürük? Müzəffər Ali Başkomandan mən hər cənab prezidentin adını çəkəndə bu söz deyirəm. Müzəffər Ali Başkomandan dəfələrlə çıxışında deyiblər ki, nə olursa olsun Zəngəzur dəhlizi açılacaq. Mən cənab prezidentin gənclik dövrüm, həyatı qavradığım dövr cənab prezidentin hakimiyyətə gəlmə dövründə təsadüf edir. Mən hələ o kişinin dediyi vədi yerinə yetirmədiyini görməmişəm. Mən bir siyasətçi kimi də ola bilər, vətəndaş cəmiyyəti nümayəndəsi kimi də, jurnalist kimi də əminliklə deyirəm buna. Əminliklə deyirəm ki, tezliklə Zəngəzur dəhlizi açılacaq. Biz öz avtomobilimizə Bakı şəhərində əyləşib Naxçıvana girəcəyik. Naxçıvandansa o dediyimiz öz evimizə Türkiyəyə səfər edə biləcəyik. Bu koridor açılacaq. Bu koridorun dəhlizin, daha doğrusu üzr istəyirəm, açılması sizin söylədiyiniz kimi an məsələsidir. Amma buna mane olan, bunu istəməyən bizim qonşularımız var. İki qonşumuz var hətta deyərdim. Bir Rusya, bir İran buna hər cəhdlə mane olmağa çalışırlar. Amma düşünürəm ki, hər ikisinin də başı uca yaradan Allah Taala özünə qarışdırıb. Rusiya bir tərəfdə məğlub ola gedir, öz gücünü itirməyə doğru gedir. Qafqazda artıq gücünü itirib. Bir tərəfdənsə tarixi Azərbaycan torpaqlarında qurulan İran Molla Xunta rejimi çökmək ərəfəsindədir. Yəni bu iki rejim deyirəm mən bunlara, diktatura rejimi, faşist rejimi bu dəhlizin açılmasına mane olur. Hətta deyərdim ki, okeanın o tayında da bunu istəməyən, o özünə prezident deyib şoumen olan Macron kimlər
sülaləsinə daxil olan Və onun tərəfləri Biden kimi. Biden artıq getdi, Gorbacov oldu, getdi Biden. Amma demokratların hələ də digər ölkələrdə bir kiçik də olsa rişaqları qalıb. Lobiçiləri qalıb, çünki pulları var, rişaqları var. Amma Trump kimi öz xalqını sevən, başını öz xalqının problemlərinə qarışdırmaq istəyən, öz problemləri ilə məşğul olmaq istəyən, Amerika maraqlarını qorumaq istəyən bir prezident var bu cür Amerika Birləşmiş Ştatlarında. Məncə düşünürəm ki, biz bu fürsəti qaçırmamalıyıq. Dəhlizimizi mütləq açmalıyıq. Zəngəzur dəhlizi Azərbaycandan savayı həm də Ermənistanın özünə lazımdır. Dalandan çıxması üçün Ermənistanla sülh müqaviləsi artıq hazırdır. Müqavilənin imzalanma məsələsi an məsələsidir. Ermənistan rəsmilərinin də danışıqlarını dinlədikdə, Paşinyanın çıxışlarına qulaq asdıqda hər şeyin hazır olduğu, sanki Azərbaycandan cavab gözləyirmiş kimi özlərini aparırlar, amma əslində heç də belə deyil. Erməni xisleti. Niyə yubadırlar? Yubanma səbəbi nədir? Azərbaycan zaten şərtlərində göstərir ki, tələblərində bu var ki, Ermənistan konstitusiyasına dəyişiklik etməlidir. Son məsələ bu məsələ qalıb. Son məsələ bu məsələdir. Konstitusiyası dəyişiklik etməlidir. Ermənistanın dövlət cəbində qardaş Türkiyəyə qarşı ərazi iddiası var. Siz təsəvvür edin ki, bu günləri Türkiyə Ermənistanla sərhədini bir neçə günlük açır, amma Azərbaycan sülh müqaviləsini imzalamama səbəblərindən biri Ermənistanın Türkiyəyə ərazi iddiasıdır ki, öz cəbində Ağrı dağının rəsmi yerləşdirib. Bu bilirsiniz nə qədər acı verir bizə. Bəs qardaş Türkiyəli qardaşlarımız buna bir diqqət eləsinlər ki, biz nə qədər həssasıq. Bizim prezidentimiz, liderimiz görün nə qədər öz millətinə sayğı duyur, öz vətəndaşına demirəm ha. Bəli. Ümumi millətinə, yəni Türk millətinə sayğı duyur ki, qardaş dövlətə ərazi iddiası qaldıran bir rejimin öz cəbrini dəyişdirməsi belə tələb edir. Konstitusiyasını dəyişdirməsi belə tələb edir. Odur ki, düşünürəm ki, Ermənistan bu günləri məncə düzgün siyasət yürüdür az da olsa. Paşinyan hakimiyyəti reallıqla barışır. Çünki dəfələrlə başı qapaza dəydi və ara sıra bir neçə gündə eşidirik sərhəddə, şərti sərhəddə bizə qarşı cəhd göstərirlər, təxribatlar törətsinlər və Paşinyanın bir açıqlaması oldu ki, orduya mən tapşırıq vermişəm ki, qəti surətdə atəşkəs rejiminə əməl eləsinlər. Mən düşünürəm ki, əməl eləsinlər daha yaxşı olar. Dəhlizi biz açmayaq. Aha, maraqlı söz idi əslində bu. Mənə maraqlı olan bir məqam var. Az əvvəl qeyd elədiyiniz kimi Nikol Paşinyanın orduya müraciəti anlaşılan olmadı. Ordu Nikol Paşinyana tabe deyil yoxsa necə? Yəni bu atəşə açan əskər kimdən alır bu əmri? Ermənistan ordusunda yetərincə Rusiyaya bağlı, qərbə bağlı generallar hələ də vəzifə başındadılar. Öz fəaliyyətində. Öz fəaliyyətə mən düşünmürəm ki, Paşinyan bu qədər ağılsız olur. Çünki mən Paşinyanı doğrudan da ən ağıllı erməni son vaxtlar ağıllanan erməni. Ağıllandırdıq da onu biz. Müstəqillik dövründə Ermənistanın siyasətçilərinə baxanda elə ən ağıllısı Paşinyandır. Ağıllı değildi bu dəqiq gələrkən. Bəli. Bunu biz Azərbaycan dövləti biz xüsusən də o dəmir yumruq ağıllandırdı. Qarabağ Ermənistanı sözündən sonra ağıllandı. Bütün cümlələr dəyişdi. Bəli. Ona görə də ya Zəngəzur dəhlizi açılacaq, ya da ki Zəngəzur dəhlizini açacağıq. Sülh müqaviləsi ilə bağlı proqnozlarınız? Mütləq sülh müqaviləsi olmalıdır. Sizcə bu ilin sonuna qədər ehtimal nə qədərdir? Çünki keçən ildə də böyük gözləntilər var idi. Eynən keçən ilin yekunları ilə bağlı sizin bu stüdiyada olarkən az qalmışdı ilin sonuna. Mən köks ötürəyəm bunu deyirəm ki, demişdim ki, yəqin ki bu ilin sonuna qədər olacaq, 2024-cü ilin sonuna qədər imzalanacaq. Çox təəssüf edirəm ki, Azərbaycandan dolayı deyil, Ermənistandan və Ermənistan havadarlarından dolayı bu sülh müqaviləsi imzalanmadı. Amma siz o cümlə orada bir ifadədən istifadə eləmişsiniz ki, əmin deyiləm. Əmin deyiləm. Amma yenə də bu ildə əmin deyiləm. Amma gedişat onu göstərir ki, heç ilin sonuna qalmaya bilər. Çünki artıq bizim də bir səbrimizin düşəmə nöqtəsi var. Biz də çox səbirli xalq deyilik. 30 il səbir eləmişik bəsdir. 35 il daha doğrusu səbir eləmişik bəsdir. Biz Naxçıvana girmək istəyirik. Təyyarə ilə deyil, avtomobilimizlə.
Müsahibəyə vaxt ayırdığınız üçün və studiyamıza gəldiyiniz üçün təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm, çox sağ olun. Qeyd eləyək ki, qonağımız siyasi şərhçi Toğrul Allahverdili idi. Bəli, həftə ərzində ölkədə və dünyada baş verən əsas hadisələr, həftənin ən aktual mövzularını təhlil etmək üçün studiyada mən idim. Sıravi İsmail Yaşaroğlu, sözünüzü və özünüzü qoruyun, salamat qalın.